Deyirlər ki, ilanlar yerdə qardaşdır. Birini öldürsən, digəri səndən intiqam alacaq. Azərbaycanda 28 növ ilan var, onlardan 22-si zəhərsizdir. Qarşılaşdığımız zaman nə etməliyik? Deməli, Təsadüfən ilan sancması olduğu zaman necə davranmalıyıq? İlan sancmış adam ilkin olaraq nə etməlidir? O çox tez-tez hərəkət eləməməlidir, aktiv olmamalıdır və xüsusən müəyyənləşməlidir ki, bunu sancan ilan zəhərlidir, yoxsa zəhərsizdir. Bəli. Zəhərli ilan o vaxt bilərsən ki, o zəhər dişlərinin yeri sancma yerində 2 dənə qırmızı nöqtə kimi görünür. Ola bilsin zəhərin dişinin biri düşürdü, bir nöqtə kimi. Amma tikan batmış oxşar qırmızı nöqtə görünür. Deməli, ilan zəhərli olubdur. Ona görə də Yəni ilkin bundan bəli, müəyyənləşdirilir. ona görə də bundan sonraki baş verəcək simptomlar huşun itirilməsidir, temperaturun qalxmasıdır. O adam huşunu itirə bilər. İlk növbədə təkcə əgər mütləq telefonla zəng edib xəbər verməli ki, onun ilan sancı falan yerdədir. Və mən ən pis hal üçün deyək. Və əgər onun qolunda saat, barmağında üzük varsa, onları çıxartmaq lazımdır. Çünki sancmadan sonra şişmə prosesi başlayacaq. Bu əlamətlər olacaq. Çünki qana artıq zəhər yerilibdir, zəhər də qanda öz işini görəcək. Və o adam çoxlu maye içməlidir. Çünki qana düşmüş zəhəri təmizləyən böyrək vasitəsilə olur. Kəsmək olmaz, dağlamaq olmaz, sarmaq, boğuq verib saxlamaq olmaz o sancılmış sahəni, nahiyəni. Ki bunlar zəhərin yayılmasının qarşısını alır. Zəhər qalır kiçik bir zonada daha çox təsir göstərir, daha çox dağıdıcı malik olur. Ona görə də sarmaq olmaz. Sabunla yumaq olmaz. Bintlə sancma yerini dezinfeksiya edib sarmaq və dərhal da həkimə getmək lazımdır. Həkimə gedəndən də həkimə demək lazımdır ki, sən nə eləmirsən? Əgər ola bilsin ki, o adamın yanında qana zəhər sancmasına qarşı zərdab vurubdur, özündən zərdab da vurubdur. Əgər barmaqdansa, çiyin nahiyəsinə, aşağı tərəfdadırsa, yan nahiyədə ola bilsin, vurubdur zərdabdan, iynəsindən, inyeksiya edib, onu həkimə deməlidir. Çünki səhv şeylər olar, qaydalar olar, bunlar daha ziyanlıdır. Dediyim kimi, kəsmək, dağlamaq, yandırmaq və o hissəni bağlamaq olmaz. Çoxlu maye içib dərhal həkimə getmək lazım. Bundan sonraki müalicə həkimlər biləcək. Qana çoxlu sistem yeridilir, böbrəyi, hafizəsini, beyin sistemini normallaşdırmaq üçün, temperaturu, təzyiqi normallaşdırır, müxtəlif dərmanlar verir, həblər axtarır və sistem yeridir qana ki, sidikovucu verir ki, tez-tez orqanizm özü zəhərdən təmizlənsin. Və bu zəhərlənmə tempinə uyğun sancılmış nahiyədə olan şişkinlik də gedəcək, amma sancma yeri qalacaq, yara olaraq qalacaq. Sancmanın dərəcəsindən asılı olaraq sancma yerində toxumalar çürüyüb tökülə bilər, şikəslik də qala bilər və yaxud da lap dərin qanqrena, dərin nekroz olsa toxumalarda o hissədə həkim onu kəsə də bilər, amputasiya da edə bilər. Amma zəif sancmalarda ola bilsin ki, izlə qalmasın. İstənilən halda ilan sancması halında xəbər eləmək, dərhal o dediyim qaydalara uyğun əməlləri eləmək və həkimə getmək. Bu ilkin qaydalar. Azərbaycan ərazisində neçə növ ilan var və bunlardan neçəsi zəhərli sayılır? Mən bildiyim qədər bir çox növlər zəhərsizdir. Əksər növlər zəhərsizdir, bəli. Azərbaycanda indiki təsnifata görə 28 növ ilan var, onlardan 22-si zəhərsizdir. Yəni onlar zəhər dişi yoxdur, zəhər aparatı yoxdur, zəhərli sancma eləyə bilmirlər. Amma 6 növü isə zəhərli ilanlardır. Onlar ən çox rast gəlinənləri, bax bugün bizim gördüyümüz bu Qabustan ərazisi üçün xarakteri, isti və quraq ərazilər üçün xarakteri olan aran gözəsi deyək də adamların başa düşməsi üçün. İri ölçülü gürcə ilanıdır. Ən çox da geniş yayılmış zəhərli ilan növüdür Azərbaycanda. Bu zəhərli ilanlar insanı sancanda o ön çənənin üst tərəfində olan iri zəhər dişlərindən zəhər yeridir. Çünki bunlarda zəhər aparatı var. Yəni zəhər vəzisi, zəhər dişi və zəhər vəzisini sıxıb zəhəri yerdən çənə əzələləri. Amma zəhərsiz dediyimiz ilanlarda isə insanın sancıb, zəhərli sancma edə biləcək zəhər aparatı yoxdur. Ona görə də onlar zəhərsiz hesab olunur. Amma bəzi ilan növləri var ki, onların ağız boşluğunda, yem dişlərinin ən arxada, boğaza yaxın hissəsində 2 dənə hər tərəfdə bir dənə iri diş var. O iri diş, deməli, ilanın tutduğu şikarını çobalamasın, ziyan yetirməsin deyə onu keyləşdirir, hərəkətsizləşdirir. Həmən yem dişlərindən keyləşdirici maddə ifraz olunmuş ağız sekresiyasını yeridir o yediyi heyvanın bədəninə. Bu zəhərli sancma deyil. O keyləşdirici sekresiyasını yeridir ki, onu rahat uda bilsin, ona ziyan getirməz. İnsan gərək barmağını sala ilanın o ağız boşluğuna qədər dibə, o zəhər həmən yem dişi çata bilsin. Ona görə də o yarım zəhərli deyirlər buna. Mən təklif edirəm ki, bu yarım zəhərləri də zəhərli sözü işlədib, gözdən salmayaq, yoxsa onu da öldürəcəklər. Yəni demək olar ki, bizim ən çox insan üçün təhlükəli növ sancma eləyən, zəhərli sancma eləyən
o dediğim altın ölçü en çok geniş yayılmış Levantin gürzəsidir. Bugün dayandığımız Qobustan üçün en karakterik zəhərlənən növdür ki Azərbaycanda yayılıb. Bir de var Lənkəran təbii vilayətində Astaradır, Lerikdir, Yardımlıdır. Bəli. Burada yayılmış Qafqaz qalxan sifəti. Bu ancaq orada rast gəlinir. Bəli. Azərbaycanda. Və nəhayət bir ilan növümüz də var. Onlar Şərq çöl gürzəsi deyirik. Onlar Kiçik Qafqazda, Naxçıvanda, sonra Tarış zonasında yayılmış yaylaq gürzələri. Onlar az saylıdır, nadir hallarda rast gəlinir. Yay otlaqları deyirik. Bəli, bəli, bəli. Ancaq orada rast gəlinir. Və bir də Naxçıvanda Bəli. yayılmış dağ gürzəsi deyirik. 1 metrə qədər ölçüsü ola biləcək bir zəhərli ilandır. Bəli. Sancması zəhərlidir. O ancaq Naxçıvandadır, alçaq və orta dağlıq ərazilərdə rast gəlinir. Elə ona görə də dağ gürzəsi deyirik. Sonra bir də var o deməli Zuvant deyilən ərazi var Lerikdə. İsti, quraq ərazisi olan bir çökəkliyidir, Zuvant çökəkliyi. Orada da yayılmış bir deməli həmin bayaq dediyim zəhərli balaca yaylaq gürzələrindən orada da rast gəlmişik. Bax bu zəhərli ilanlar Azərbaycan xarakterikdir. Ən çox dediyim kimi Azərbaycanın coğrafi ərazilərinin hamısında bu cür isti və quraq yerlərdə rast gəlinir. Bu Levantin gürzəsidir. Ən iri gürzələrin, zəhərli ilanlarımız içərisində də bu gürzələrdir. 2 metrdə qalar. Əgər fürsət tapıb yaşaya bilsə, ölçüsü 2 metrə qədər ola bilər. Yəni kifayət qədər böyük ölçüdə olur. Bəli, ola bilər. Amma o sosial şəbəkələrdə yayılan kimi 3-4 metrli ilan və yaxud da buynuzlu ilanların olması barədə verilən xəbərlər bunlar rəva şahididir. Bunlar qondarma şeylərdir. Azərbaycanın zəhərli ilanlar içərisində ən iri ölçüsü həmin bu dediyim Levantin gürzəsidir. 2 metrə qədər ola bilər. Nadir hallarda belə ölçüdür. Əksər rast gəlinən gürzələr 1 metrə yaxın, 1 metrə 10 sm, nadir hallarda 1 metrə yarım belə gürzələrdə rast gəlmək olar. O yerlərdə ki, gürzə yaşayıb o yaşa çatmaq, o ölçə çatmaq şansı var.